Selamun aleyküm. Ben kızımla evimde oturarken iftara yaxın saatlarda qapı döyüldü ki, bəs işıq idarəsindən gəlmişik, qapını açın, bunu sizə verməliyik, təqdim etməliyik falan. Mən də şübhələndim, açmadım. Dirəşdilər, dirəndilər ki, açmalısınız falan. Çox döydülər qapını. Gördülər açmıram, ışığı söndürdülər. İndi qızımla bir yerdə şam işığında qalmışıq. Qazı, ışığı, suyu söndürdülər. Yəni bunlar belədirlər. İnsanlara, Azərbaycan vətəndaşına zülm verirlər. Mən dünən səfirliyin önündə Xamni ağanın ölümü ilə əlaqədar, şəhidliyi ilə əlaqədar gül qoydum, evimə gəldim. Hətta günorta mənə zəng də gəldi, borcla güya əlaqədar mənə zəng vurublar, borcunuz var, şikayət olunub sizdən falan. Yəni belə, bunlar Azərbaycan vətəndaşı